Həzrəti Zəhra Səlamullah əleyhanı Qur'anla istəyirik tanıyaq. O ayələri ki, Qur'anda bu xanım barəsində var, istər xüsusi xanım barəsində, istər bu xanıma da aiddir, onları bir-bir burada ərz edirik. İnsan surəsinin ayələrini dedik. Geçmiş gələsə, Kevser surəsini ərz elədik ki, Allah-u Teala buyurur, İnna a'teynâkel Kevser. Biz sənə Kevser vermişik. Pəs şükr elə, namaz qıl, vənhər, vənhəri 3 cür məna ediblər. Ya lərvi qaldır namazda, ya namaz qıl, ayaq üstə dur. Rukudan sonra möhkəm dur, ayaq üstə. Yaxud qurban kəs. Və bunu bil Peyğəmbər, o düşmənlər ki, səni şəmatət ediydilər, səni bir növ lağ ediydilər, istehza ediydilər ki, sən davamsızsan, sənin düşmənlərin davamsızdır. Sənin davamın var. Sənə Kevserlə bir yerdəsən. Kevser bulaqdır. Bulağın suyu qutulmaz. Sənə biz Kevser vermişik. O Kevser ki, Sidrətül Muntahadan, Sidrətül Muntaha ki, ərş-i ilahidəndir. Oradan axır gəlir. Sənə bir Kevser vermişik. Kevser nədir? Geçən gələsə, Kevserin bir nümunəsini dedik. Kevserin bir nümunəsi xanım Zəhradır. Allah-u Teala bir ovlad verib sənə. Düzdür, cahiliyyət baxışında oğlan uşağı ilə deyirdilər və davam tapar insan. Amma sənə bir qız uşağı veribdir. Bu qız uşağı Kevserdir. Qiyamətə qədər dini bunlar saxlayacaqlar. Ummul Əimmədir. İmamların anasıdır. Ona görə sənə Kevser vermişik. Sən davam tapacaqsan. Bir budur ki, bu ayələri səthi mən eləyək. Sənin nəslin çoxalacaqdır. Düzdür, Peyğəmbərin nəsli aydındır, çoxalıbdır. Amma ayə bundan da genişdir, ayə bundan da incədir. Sənin yadın heç vaxt düşməyəcəkdir. Sənin gətirdiyin məktəb heç vaxt aradan getməyəcəkdir. Sənin gətirdiyin nur cəmiyyətə həmişə bu nur saçacaqdır. Həzrət Zeynəb Şamda Yazidin məclisində bu cümləni dedi. Dedi, bizim adımızı sən bu işlərlə silənməsən. Lən tomitu zikrəna. Heç vaxt sən bu işlərlə ki, Kərbəla faciəsini gətirdin, Peyğəmbərin balalarını əsir elədin, lən tomitu zikrəna. Bizi məhv eləyənməsən, bizim yadımız cəmiyyətdən çıxmaz. Çünki biz Kevseruq. Mən istəyirəm bu cələsə Kevserin bir ayrı baxışdan da izah edəyəm. Əslən, insanın həyatında bizlərdə də Kevser var. Ya Kevser elə fəqət məxsusdur Peyğəmbərə. İnna a'teynâkel Kevser. Biz sənə Kevser verdik. Yəni Peyğəmbər özü ilə Kevseri aparsın, ya bizə saxlasın. Kevseri məna elədik. Xeyr, çoxlu xeyrə deyərlər Kevser. Çoxlu xeyr. Ya o adama ki xeyri çoxdur.
Kevsərin iki mənası var. O işlər ki, çox xeyirlidir. Bir o adam ki, çox xeyirlidir. Həm kəsirul xeyrə deyərlər, həm xeyrun kəsirə deyərlər. Həm o işlər ki, xeyirli işdir, ona deyərlər Kevsər. Həm o adamlar ki, xeyrundan gələr, ona deyərlər Kevsər. Bir nemət var, bir xeyri var. Hamımıza Allah nemət veribdir. İndi az-çox həriyə nemət veribdir. Məsələn, Quran buyurur ki, siz nemətləri istəyəsiniz, sayasınız, nemətləri sayanmasınız. Əlbəttə, biz sayarıq, çünki bəzi nemətləri heç bilmirik nemətdir. Biz siyahi ala bildik. Çünki bəzi əşyanın, bəzi şeylərin, bəzi varlıqların nemətlərini görmürük. Biz neməti məsələn pulda bilirik, maşında bilirik, binada bilirik, bağda bilirik. Amma nemət, əcib qərib sözlər də var nemət barəsində. Quran deyir, din nemətdir. Quran deyir, din nemətdir. Ona görə dini kamillədəndə qədiri xum məsələsində buyurur, əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu əleykum neməti. Quran nemətdir. Bu məclis nemətdir. Adamın salih dostu nemətdir. İnsanın salih həyat yoldaşı nemətdir. İnsanın valideyni nemətdir. Nemət çoxdur insanın ətrafında. Vilayət özü nemətdir. Mərhum Əllamə Təbatəbayın bir cümləsi var. Buyurur, Quranda Allah nemət deyəndə, ad verməyəndə hansı nemət? Yəni vilayət. Ad verməsə, yəni vilayət. Bir bu ki, ad verə, məsələn, sənin səlamətçiliğin, ömrün nemətdir. Deyə, ömründən soruşacaqlara qiyamət günü, bu neməti veriblər sənə. Ad verməsə, bir yanında bir ad gətirməsə, neməti izah eləsin, yəni vilayət. Vilayət bir nemətdir insana. Niyə nemətdir? Biz fidanıq. Bağıbanımız olmasa solluq. Bağıban bizə nemətdir. Bağıban yəni imam. Bağıban yəni Allahın vəlisi. Ona görə nemətdir. Bu nemətlər ki bizim ətrafımızda var ki, Quran deyir, bu nemətləri saysız hesabsızdır. Hələ bu etapda, bu mərhələdə hələ biz qalmışıq, nemətləri biz hələ sayırıq, hesaba gəlir bizdə. Gör Allahın nə nemətləri var bizə ki, saysıq hesabsızdır. Mən mötərizə bir söz deyim. İmam-ı Səccadın bir yazısı var. İmamlar məmulən buyurublar, yazmayıblar. Və lakin bəzi imamların yazıları da var. O cümlədən İmam-ı Səccadın. Adı Risalətul Hüquqdur. Hüquq risaləsi. O yazıda 50 dana haqq yazıbdır. Ki 50 dana insanın üzərində haqq var. Başqalarının haqqı var. Orada bir sayır da kimin insan üzərində haqqı var. Əvvəl haqqı sayır, Allahın haqqı var. Sonra buyurur, insanın üzvlərinin haqqı var. Gözün sənə haqqı var. Qulağın sənə haqqı var. Əlivin sənə haqqı var. Sonra işlərivin, namazın sənə haqqı var. Orucun sənə haqqı var. Sonra adamları sayır. Deyir, qonşunun sənə haqqı var. Ata-ananın sənə haqqı var. Müəllimin sənə haqqı var. Tələbənin sənə haqqı var. Bir sayır. Hələ orada 50 dana. Yəni onlar nemətdilər qarşında. Haqq, yəni o nemətdir. Sənin üzərində bir boşluq var ona nisbət.
İnsanın əzası insana nemətdir. Üzvülər adama nemətdir. Əlindən gedəndən sonra bilərin o nemət nə getdi. Bir barmağın getsə, biləsən ki, götürəndə vəsailləri nə cür götürə biləcəksən vəsailləri. İnsanın kulli üzvüləri nemətdir. Bu nemətlərə insan iki cür qarşılanar. Bir, bu nemətlərlə sərxoş olar, bu nemətlərlə ya unudar əslən nemətdir, ya əyri yolda bu nemətləri məsrəf edir. Ya sən neməti görməz, sağlam bir dostu var, onu görmür. Bəzən insana bəzi sözlər atır, ondan acığı gəlir. Payınca o dostla əlaqədə olsa, yolda olar. Adam maşının remonta verəndə, təmirat aparanda, elə belə baxsalar maşına, narahat olasan. Deyəsən, maşını axı, mən yol gedəcəm bundan, yolda saxlamaqdan yaxşıdır. Həkimin yanına gedəndə, həkim elə baxmamış sənə nüsxə yazsa, narahat olasan. Deyəsən, bir soruş, məndə nə var? Bəzən, bəzi sözlərdən biz narahat oluruq. Amma məhəbbətli tənqidlərdən gərək narahat olmayaq. O mənim əziz dostumdur ki, mənə bu sözü dedi. Amma o da demağım bacarmalıdır. Əl-mu'minu mir'atul mu'min. Mu'min müminə güzgüdür. Tikan deyil, güzgüdür. Güzgü ilə tikanın fərqi nədir? Tikan insana tənə atar. Güzgü baxsan görəsən. Bir söz deyir ki, baxsan o söz səni yola salar. Özdə fəqət sənə deyər, ayrısına deməz. Güzgü fəqət o baxanı görsədər, ayrı adamı yox. Mümin müminə güzgüdür. Mümin müminə tikan deyil, güzgüdür. Çoxlu sözlər var ha bu mümin müminə güzgüdə. Ondan elə işim yoxdur. Hər halda nemətlərin qarşısında biz bəzən nemətləri xeyrə çevirərik. Bəzən nemətləri ya unudarıq, ya puça çıxardarıq. Ömrü nemətdir. Bəzən ömrü gündəlik işlərindən qutarıram. Gündəlik işlərlə qutuldu getdi. Neynidin? 6-5 oynuydum. Qutuldu. Amma bəzi insanlar var, bu ömrülərini çevirərlər xeyrə, bərəkətli ömr olar. Fəqət bu da ya insan ömrün çevirə alim ola, ömrün çevirə insanlara xeyrxah ola, ömrün çevirə insanlara xeyr işlər görə, hərə öz sahəsində. O ömr bərəkətli olar. O ömr nemətdən çevrildi, oldu xeyr, sənə qalar. İnsanın ağlı var. Ağlı böyük bir nemətdir Allah veribdir. Əslən, hədislərdə var, ən böyük nemətlər insan üzvlərində ağlıdır. Bəzən insan bu ağlı istartı heç vaxt vurmaz. Həmişə duyğuları ilə yaşayır. Qəzəblənər, şəhvət o qəzəblə. Ağlı işə düşməz. Heç adı təhlil eləməz, fikirləşməz, sübut axtarmaz, sübut dalınca olmaz. Ona görə çaşar. Ağıl işə düşsə, daha çaşmaz, yolu tam görər. Bunlar nemətdir, xeyrə çevrilə bilər. Kovsərin bir mənası budur ki, sənə bir sistem vermişəm, o sistemdə hər zadı xeyrə çevirsən. Sən kovsərdənsən. Qorxma, nə nemətin azdır, nə nemətin çoxdur. Mühim o deyil ki, sənin nə varındır, nə yoxundur. Mühim budur ki, bu nə varla nə cür çevirirsən xeyrə. Mümkündür sənin düşməninin qoşunu çoxdur, sənin düşməninin silahı çoxdur. Peyğəmbərin dövründə Peyğəmbər 2-3 nəfər idi əvvəldə. Düşmən kim idi? Bütpərəstlər hamısı. Hər əllərində idi. Amma deyir Peyğəmbər, sən incimə. Sən kovsərin var.
Sən Kevsərin üçün var, tamam ətrafındakı nemətləri səfərbər eləyə biləsən, xeyrə çevrilər. Peyğəmbər səfərbər elədi. Tarix oxuyun, nə cür səfərbər elədi. Əvvəl özünü gətirdi bir halətə, tam yolu gördü və tam yolu getdi. Əvvəlin səfərbərlik budur ki, insan özü çaşmaya. Özü çaşmaya iki dana yolunandı. Bir yolu tam görə, bir yolu getməkdə möhkəm ola ürəyi. Həm Peyğəmbərin ürəyi möhkəm idi, həm gözü açıq idi. Quran Peyğəmbərləri təqdim eləyəndə bir dənə əcib cümlə ilə təqdim eləyir. Buyurur, Ulil əbsar vəl əydi. Bu Peyğəmbərlər nədirlər? Gözləri var, əlləri var. Bizim də göz əlimiz var. O nə deməkdir? Peyğəmbərə deyir, onların gözləri var, əlləri var. Yəni onlar gözləri var, yolu görürlər tam. Tanıyıblər dini. Tanıyıblər yollarını. Çor-çurana getmirlər, gözü yumu getmirlər. Ürəklər də möhkəmləşib, əlləri var. Görməyə cürətləri var. Nə yorularlar, nə gözləri çordur. Bəzi adamlar gözləri görməz, bəzi adamların kirpikləri işləməz. Göz görməz, yəni yolu görməz. Kirpi işləməz, yəni yolu görər, amma eləyənməz reaksiya görsəsin. İndi sən gözün görə, toz torpaq gələr, kirpiyin işləməyə, bağlayanməsən ki gözü. Bəzi adamlar, bir hədis var, bu hədis əcib sözdür. Buyurur, sirat tükdən nazih, qılıncdan itidir. Nə deməkdir? Tükdən nazih, yəni haqqı tapmaq. İnsan əvvəlcə haqqı tapar. Haqqı tapmaq tükdən nazihdir. Zəhmət istəyir, analiz istəyir, vaxt qoymaq istəyir. Mən həmişə bu təklifim olar. Uşaqlarımıza dini öyrədək. Uşaqlarımıza marifi öyrədək. Uşaqlarımız yolu görsünlər. Özümüz də, uşaqlarımız da. Fəqət belə olmasın ki, iştirak eləyək. Gözlər gərək açıla. O tükdən nazikdir. İndi yolu görəndən sonra yolu getmək qılıncdan itidir. Yolu görəndən sonra indi yolu gedirsən. Siz məndən yaxşı bu hədisi məna eləyə bilərsiniz. Görsən ətrafınızdakılar heç kim namaz qılmır, sən istəyirsən namaz qılasan. Bu qılıncdan itidir. Görsən bir xanımdır, ətrafındakılar heç bir hicab etmir. Bu istəyir hicab etsin. Yolu görüb, indi istəyir yolu geçsin. Hələ yolu görmək tükdən nazikdir. Hələ yolu gedəndə bu qılıncdan itidir. Elə bir qılıncın üstündə yeriyir. Peyğəmbər əvvəl özünü bu işlərdə həll elədi. Özü Kevsər idi Peyğəmbər əvvəl. Özü həm yolu görürdü, həm yolu getməyə cürət var idi, möhkəm idi. Birinci Kevsər Peyğəmbər özü idi. Peyğəmbər nə şübhəyə sala bilərdilər biləsin, nə sualla çaşdıra bilərdilər biləsin, nə yolundan eləyə bilərdilər biləsin. Peyğəmbər həqiqəti tam görmüşdü, həqiqəti getməyə tam ürəyi var idi. Əvvəl özü oldu Kevsər. Deyir Peyğəmbər, sənə Kevsər vermişik. Kevsəri mən indi ikinci mənayı ki bugün deyirəm. Mənası genişdir. Fəqət xanım Zəhra deyil, o da Kevsərdir. Amma Peyğəmbər özü də Kevsərdir. Bizlər də eləyə bilirik, öz varlığımız qədər Kevsər olaq. Yıxılmarıq. Yolu tam görməliyik. Bu iki dini insan başa düşə, suallarına tam cavab tapa, bilmədiyini öyrənə, hər nə zehninə sual gəlir verə bilə və öyrənə, bu Kevsərliğa tərəf gedir.
Niyə Kövsərliğa tərəf gedir? Yəni yolu görür. Yolu getməkdə də möhkəmlik, onun da qaydası vardı. Bilirsiniz niyə Peyğəmbərə gecə namazı vacib idi? Bizlərə gecə namazı vacib deyil. Bizə 17 rəkət vacibdir. Amma Peyğəmbərə nafilələr də vacib idi. İsra surəsində buyurur ki, bu sənə əlavədir. Və minəl-leyli fətəhəccət nafilətən lək. Niyə? O böyük maşınlar görmürsünüz, neçə dənə o silendirlər olar. Motorunda neçə dənə olar. 4 dənə olmaz, 12 dənə olar, 10 dənə olar. Niyə? Çünki böyük yük aparacaqlar. O iç istəyir gündüz iş görsün, ağır işi var, gecəcək Allahla əlaqəsini möhkəmlədə, ta dözə bilə. Bu ayənin mənası budur. Kim özünü istəyir aparsın, o bir vəzifəsi vardır. Kim müəllimdir, 10 nəfər istəyir aparsın, biraz özünün səbrini, dözümünü böyüdə. O sahədə özünü genişləndirə. Kim ata olur, ana olur, cinə ökür. Fərq edir ondan ki, subaydı. Kim bir şəhərə böyük olur, bir yerə böyük olur, bir sahəyə böyük olur, cinə ontayı. İnsan əvvəl gərək özü Kövsərə çevrilə. Kövsər yəni tam yolu görə, insanları çaşqın yola aparmaya. Tam yolu görəndən sonra yolu getməkdə də ürəyi nə ola? Möhkəm ola. Onda deyərlər haman söz. Ulil əydi vəl əbsar. Həm gözü var, həm əli var. Ona görə Allah Peyğəmbərləri belə təbliğ eləyir. Deyir, onlar göz sahibidirlər, onlar əl sahibidirlər. Bunun mənası budur ki, biz insanlar günbəgün gərək böyüyək. Böyümək bu mənayda ya tanılaq. Yəni ruhən böyüyək. Həm mariflənək, həm ruhi əzəmətlərimiz böyüsün. Bu iki Allah deyir, gündə namaz qıl. Namaz axirət üçün fəqət demir. Dünyada da istəyir həmişə əlaqın Allahla möhkəmləşsin. Bu iki namazları pərakəndə sənə verib qıl. Səhər qıl, günorta qıl, axşam qıl. Gedirsən işə, işdən mümkündür bəzi qəlbi və toz torpaqlar gəlir də, bu namazla təmizləyirsən. Cinə tazadan bərpa eləyirsən özü. Namaz hədislərinə baxın. Deyir, elə bir insanın kənarında arxı gedir, insan gündə 5 dəfə çimir. Yəni, çirkləri yavaş-yavaş təmizləyir. Tazadan cinə Kövsərliğa çevrilir. Ya hədis var, durun namaza, əli üzünən otları ki, özünüz yandırmışsınız, söndürün. Gedirsən bazara işə, gözün mümkündür bir səhv eləyibdir, dilin bir səhv eləyibdir, davranışda bir əsəblənmirsən, bir iş görmüsən. Bu namazlar səni cinə salır normal hala. İnsan necə bədənində bəzən təzyiqi qalxar, meyvə yiyəsən, dərman atasan, bu namazlarda o rolu vardı. İstəyirlər səni normallaşdırsınlar. Ona görə pərakəndə deyirlər, 17 rəkəti niyə bir yerdə demir qıl? Dağıdıbdır. Ta həmişə Allahla əlaqəmiz qırılmasın. Əlaqə möhkəmləşsin. Bu birinci Kövsərdir. Sonra Peyğəmbər insanlarla davranışda. Elə davranış elədi ki, insanları yığdı ətrafına. Bu da ikinci Kövsərdir. Bəs birinci Kövsər budur ki, insan özünü neyniyə? Bərpa eləyə, özünü dirildə. Özü diriltməyə da 2 dənə qanun dedim ha. Bir maariflənə, göz açıla. Bir qəlbi möhkəmləşə. Bunda özü dirilər, bunda yıxılmaz, bunda çaşmaz. İkinci davranışlardır. Peyğəmbər nə cür davranırdı? Baxın, Peyğəmbərin həyatında var, İnnəkə lə'ələ xuluqun əzim.
Sən böyük əxlaqa maliksən. Yəni sən insanlarla davrananda özündən getmirsən. Rahat suallarına cavab verirsən. Rahat onların ehtiyaclarını ödəyirsən. Rahat onlarla olsan. İnnəkə lə'alə xuluqun əzim. Sənin o qədər Peyğəmbər narahat olursan onlara nisbət. Allah danlayır bir yerdə. Deyir, Taha, ma ənzəlnə hazəl Qur'anə li təşqa. Bu Qur'anı vermədik ki, sənə özünü salasan əziyyətə. Sözü de, mümkündür biri inana, biri inanmaya. Özünü niyə əziyyətə salırsan? Peyğəmbər sevirdi insanları. Peyğəmbər insanları sevə-sevə təbliğ eləyirdi. Hətta düşmənlərin də istəyirdi, nəhayət axır dərəcəyəcən qeyitmağa imkan olsa qeyitsinlər. Bu davranış özü Kevsərdir. Sənə Kevsər vermişik, sən vicdanlı insanları rahat cəzb eləyəsən, sənə Kevsər vermişik, sən ətrafındakı insanları rahat dinə gətirə biləsən. فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ. Deyir, Allahın rəhmətidir sənə, insanlarla yumuşaqsan. لَوْ كُنْتَ غَلِيزَ الْقَلْبِ لَوْ كُنْتَ فَزًّا غَلِيزَ الْقَلْبِ لَنْفَزُّوا مِنْ حَوْلِكَ. Sən çobud insan olsaydın, qaçardılar. Peyğəmbərin davranışı Kevsər idi. Necə öz varlığını bərpa elədi, davranışı ilə əshabını bərpa elədi. Peyğəmbərin atalığı da Kevsər idi. Ona görə Zəhra tərbiyyət elədi. Zəhrayı ki, mübahilə ayəsinə yetişsin deyərəm. Zəhrayı ki, şərik-i risalət oldu. Həcib sözdə, mübahilə ayəsində bir dana incə nüktə vardı ki, Peyğəmbər ovladı tərbiyyət elədi. O ovlad, o məsuliyyəti ki, Peyğəmbər daşıyırdı, o məsuliyyətdə onlar da şərik oldular. Öhdədar oldular. Allah deyir, bu məsuliyyətin bir hissəsini də verdim onlara. Sənə nübüvvət kimin verdim? Onlara imamət kimin verdim? Buna deyirlər Kevsər. Bu böyük bir mesajı var məndən sənə. Mesajı budur ki, eləyə billuq ətrafımızdakı nemətləri çevraq xeyrə. Mühimdir ki, bacaraq nəcür onlarından davranaq. Tok vardı, toka əl vursun, bu səni öldürər. Amma toku vursun işığa, lampoçkiyə işıq verər. Mühim budur ki, nəcür onları çeviraq bu nemətləri, onlardan faydalanaq. İnsanın ağlı var, insanın qəlbi var, insanın ömrü var, insanın ovladı var, insanın həyat yoldaşı var, insanın müəllimi var, insanın dostları var, insanın məclisləri var. Bunların hamısı çevrilə bilər xeyrə. Silə-i ərham eləyirik. Silə-i ərhamın sirri nədir? Niyə qohum qəbilə ilə yoxlayırıq? Fəqət sirri bu da ki, gedəm, səlam verəm, çıxam, gələm. Sirri budur ki, ona Kevsər olam. Onun giriftarçılıqlarını həll eləyəm. Onun çətinliklərində, onun kənarında olam. Sirri budur. Bəzən mənim olmaz, onun olar. Bəzən əksinə, onun olmaz, mənim olar. Hələ dünyəvi misal vurdım. Bəzən onun ehtiyacı var fikri köməyə. Fikri biraz qarışıb. Sən ona qohum qəbilə, fəqət bu da ki, gedə oturaq, tuxum çıtlayaq. Sımıçqa çıtlayaq. Bir imkandır, bir nemətdir, çevrilə bilər xeyrə. Peyğəmbər haman əqrabadan özünə Həmzə tapdı, haman əqrabadan özünə Cəfəri Təyyar tapdı, haman əqrabadan özünə Əli tapdı, haman əqrabadan özünə Əbu Talib tapdı. Düzdür, bəzisdə mümkündür Əbu Ləhəb ola. Eyb yoxdur, amma nemətləri çevirmək imkanlara Peyğəmbərin əlində idi. Bunun mənası da insanlar məcburi çevirərlər. Bəziləri də Əbu Ləhəb olarlar, olsunlar. Bu
Kovsərdir. Deyir, biz sənə Kovsər vermişik. Sənin işin hamısı çevirməkdir. Səndə bir sistem var. O sistem ilə bu nemətləri çevrilirsən çoxlu xeyrə. Hər zatdan faydalanırsan. Hər zatdan faydalanırsan. Uşaq ki Əbu Talibin oğludur. Gətirirsən evində böyüdürsən, olur sənin vəsiyyün. Mən kuntu mola fəhaza aliyyun mola. Onu böyüdürsən öz evində. Bu, onlar Kovsər. Biz uşağın paltarına fikirləşirik. O uşağın əli olmağına fikirləşir. O Kovsər rabitəsi yaradıbdır. Quran bir ayədə deyib, bəzi insanlar həyatı ayrı cür məna eləyirlər. Həyatı gərək Kovsər məna eləyək. Kovsəri mən bir də deyirəm. Yəni inkişafa çevirək bütün əlaqələri. Bütün əlaqələri yuxarıya çıxardaq. Onda Hüseynin kənarında Əbulfəzl dayanar. Qardaşdırlar, bəli qardaş əlaqəsi gedib yuxarıya, daha qardaş demir, Mola deyir. Çünki o vilayət əlaqəsinə yapışıbdır. Fəqət qardaş əlaqəsi də qan əlaqəsi ilə baxmır məsələyə. Məsələyə inkişaf və kəmal əlaqəsi ilə baxır. Haqq yolunda olmaq əlaqəsi ilə baxır. Əli Əkbər ki atasına görür, atası nigarandır, narahatdır. Deyir, ata niyə nigaransan? Deyir, axı bu karvan ölümə gedir. Deyir, biz haqq deyirik. Deyir, haqqıq. Deyir, izən la nəxafu minəl mevt. Biz də ölümdən nə qorxuruq? Əli Əkbər Hüseynin oğlu kimi məsələ ilə davranmır, ata-bala məsələsi. Bir haqq karvanının rəhbəri kimi Hüseyin ilə danışır. Atasını haqq karvanının rəhbəri bilir. Zeynəb İmam Hüseynə qardaş kimi məsələ ilə baxmır ki, deyək qəbilə məsələsidir. Zeynəb Hüseynə Vəliyullah kimin məsələsinə baxır. İmam-ı zamanı kimin məsələsinə baxır. Ona görə ondan öcür davranır. Gedib əlaqə yuxarıya bücür. Və həmçinin Zəhra İmam Əliyə həyat yoldaşı kimin baxmır. İmam Əliyə yer üzünün vəlisi kimin baxır. Yer üzünün vəlisindən müdafiə edir. Nə həyat yoldaşından. Bunlar ayrı-ayrı sözlərdir. Bu məhəbbəti ki Zəhranın Əliyə var, həyat yoldaşı məhəbbəti deyil, ondan yuxarıdır, həyat yoldaşıdırlar da. Amma o məhəbbəti ki var, İmam-ı zamanəsinin və məhəbbətidir. Ona görə Əlinin narahatçılığına narahatdır. Ona görə Əli yolunda qanın verir. Buna deyirlər Kovsər. Hər zadı çevirəsən, biraz gedər yuxarıya. Quran Hədid surəsinin 20-ci ayəsində buyurur, bəzi insanlar həyatdan minimum faydalanarlar. Minimum. Çevrənməzlər bu nemətləri xeyrə. Nə cür faydalanarlar? Adam bəzən uşaq olanda oynayar. Bu həddə. Yeniyetmə oldu, məşğul elər özünü. Cavan oldu, zinət ilə məşğul olar. Gözəl paltar girsin, gözəlləşsin. Biraz orta yaş oldu, o da gələr, Quran buyurur ki, fəxr eləməklə, mənim məsələn maşınımın modeli bir beləmdir, dükanımın məsələn belə filan yerdədir, mənim bir beləm adamım var. Biraz böyüdü, yığmaqla, təkasürlə, təkasür yəni bu iki çox yığsın. Deyir, bundan fəqət məşğul olar. Deyir, bəzi insanların həyat tərzi budur. Buyurur, in e'ləmu ənəməl həyatut dünya, bu aşağı həyat ki, bəzilərdə var, bunlardır, bu 5 dənə mərhələdir. Lə'bun, oyuncaqdır,
ləhvun məşğul edicidir, yəni vaxtın geçsin. Və zinətun fəqət zinətdir, bəzənmaqdır. Və təfaxurun beynəkum bir-birinin arasında fəxr eləmaqdır. Filan bizim şəhər belədir, sizin şəhər belədir. Və təkasurun fil əmval vəl əvlad. Əvlad və mal çoxaltmaqda məşğul olmaqdır. Bu təfsirçilər deyirlər ki, məmuli insanların yaşayışıdır. Quran ayrı ayədə deyir ki, çevrün həyatunuzu həyat-ı təyyibiyyə. Həyat-ı təyyibə o həyatdır ki, insan tamam imkanlarından öz inkişafına, cəmiyyətin inkişafına istifadə edir. Mal olmaq pis deyil, amma malından çaşmaq pisdir. Malından günaha getmək pisdir. Çünki malım var, sərxoş yaşayıram. O pisdir. Amma malım var, özünün izzəti, giriftarların çətinliyini, xəstələrin ki, əllərin məhrumdular, onlara yetişmək, özüvə də yetişmək. Bu mal olar xeyir sənə. Bir famelin asəqqəlisən. Asəqqəl kimin? Bəzən oturasan, fəxr eləyəsən. Bax, bir mənim 40 nəfər tayfam vardı. Bir cüz yaşayaq var. Bir də asəqqəl kimin? Öhdədarlıq götürəsən. Bu 40 nəfərin içində kim subaydı, kim evləndirmək olar, kimin cehizi azdı, kim məsələn mümkündür ayrı cür çaşıbdır. Bu olar həyat-ı təyyibə. Deyir, yaşayışınızı Kevsərə çevirin. Kevsərə çevirirsiniz, Allah'ın verdiği peyğəmbərdən siz də bəhrələnmişsiniz. Amma bu günlər Fatimiyyə günləridir. Həzrət Zəhranı dəfn mərasimində Əmirülmümininin bir xutbəsi var. Nəhc-ü Bəlağədə o xutbə var. Xutbə 202-dir. Vaxtı qusl verilir, kəfən verilir, namaz qılınır, gətirir torpağa bastırsın. Cümlələrə baxın, əcib cümlələrdir. Əvvəl torpağa bastıranda səlam verir Peyğəmbərə. Məlumdur, Peyğəmbər təhvil alır. Əssəlamu aleykə, ya Rasulallah. Ənni və ən ibnətikə ən-nazilətə fi cəvarik. Salam olsun sənə, ya Rasulallah. Zəhranı bastırır, Zəhranı torpağa bastırır. Amma salam verir Peyğəmbərə. Salam olsun sənə. Həm məndən, həm qızından ki, indi gəlir kəndin kənarı var. Bəzilər bu cümlədən istəyirlər, istifadə eləsinlər ki, Zəhranın qəbri Peyğəmbərə yaxındır. Peyğəmbərin evinin kənarında Zəhranın evi var idi. Bəzilər bu cümlədən istəyirlər, istifadə eləsinlər ki, bu cümlənin zahiri budur ki, Zəhranı öz evində dəfn ediblər. Hər halda ondan işim yoxdur. Nəhc-ü Bəlağədə fi cəvarikə, sənin kənarında. Amma bir dana qəm-qüssəli bir söz deyir. Deyir, ya Rasulallah, qızın ki gəlir, soruş buna neynədilər, mənə demədi. Nə müsibətlər gəldi buna, mənə demədi. Amma hər halda, ya Rasulallah, əmanəti qeytərdim. Amma nə cür əmanət qeytdi? Qəmçi yaraları ilə qeytdi. Bədəninin bəzi hissəsində sınmış sümüklərlə qeytdi. Ya Rasulallah, əmanəti qeytərdim. Amma belənçə əmanət qeytdi da. Ümməti bəzisi belənçə sənin qızığına davrandılar. Soruşasan, nə oldu biləsinə, mənə demədi.